Potensiallar fərqi U olan sabit gərginlik mənbəyinə qoşulmuş paralel lövhələr arasındakı K nöqtəsindən sərbəst buraxılan yüklü zərrəcik bir müddət sonra L nöqtəsindən keçir. Buna əsasən aşağıdakı fikirlərdən hansı doğru deyil? Ağırlıq qüvvəsi və sürtünmə qüvvəsi nəzərə alınmır. Variantlara baxırıq, təhlil edirik. Hansının doğru olub, hansının doğru olmadığına baxırıq. Deməli, burada Q yükü var. Baxın, diqqətlə görürsünüz. Q yüklü bir cisim də K nöqtəsinə sərbəst buraxılıb. Sərbəst buraxılıb nə deməkdir? Yəni, öz iradəsinə buraxmışıq, hara gedir, özü bilər. Sərbəst buraxıldıqdan sonra görürük ki, bunun sürətin istiqaməti bu tərəfə mənfiyə doğrudur. Avtomatik biz tapırıq ki, bu yükün qiyməti müsbətdir. Bu, müsbət yüklü zərrəcikdir. Yəni, bu yük müsbət yükdür. Tapdıq ki, bu yük müsbət yükdür. Variantlara baxaq bir dənə. Baxın, görürsünüz, Y variantında deyir ki, zərrəcik müsbət yüklüdür. Deməli, bu doğrudur. Cavabımız bu deyil. Bizdən çünki doğru olmayanı soruşur. Daha sonra A variantına baxaq. A variantında deyir ki, zərrəcik təsir edən elektrik qüvvəsinin istiqaməti ilə elektrik sahəsinin intensivliyinin istiqaməti eynidir. Elektrik sahəsinin intensivliyinin istiqaməti müsbətdən çıxıb mənfiyə doğru gedir. İstiqaməti bu üzrədir. Və biz zərrəciyimizin də, məsələdə bizə verilən zərrəciyimizin də istiqamətini görürsünüz, bilmişik ki, verilib daha doğrusu. Demək ki, həqiqətən zərrəcik təsir edən elektrik qüvvəsi elektrik sahəsinin intensivliyi istiqamətinin eynidir. Çünki bu yük müsbət yükdürsə, buna təsir edən elektrik qüvvəsi onu mənfiyə doğru çəkəcək də. Əks şarlar axı bir-birini cəzb edir. Bu belə. Demək, bu da doğrudur. Baxırıq B variantına. Deyir ki, K nöqtəsinin elektrik potensialı L nöqtəsinin elektrik potensialından böyükdür. Dedik ki, müsbətdən mənfiyə gedəndə potensial azalır. L nöqtəsi də mənfi tərəfdədir, K nöqtəsi müsbət tərəfdədir. Demək ki, K nöqtəsinin potensialı L nöqtəsindən böyükdür, doğrudur. C nöqtəsinə baxaq. K nöqtəsi ilə C nöqtəsi neymiş? Üzr istəyirəm. C variantına baxaq, görək, bu doğrudur yoxsa yox. Deyir ki, K nöqtəsi ilə L nöqtəsi arasındakı potensiallar fərqi U-dan azdır. O, hər hansı bir potensiallar fərqinin elə bil ki, qiymətidir də. U-dur, delta U, U-ya bərabərdir. Hər hansı bir qiymətdir, ona da U deyiblər. Həmin bu U deyir ki, U-dan azdır daha doğrusu. K-dakı L-dəkindən azdır. Bu doğru deyil. Bir cins elektrik sahəsində potensiallar fərqi bərabərdir.